Salam uşaqlar, bugün əvəzlik mövzusunun izahına baxırıq. Nöqtələrdən sonra birinci testdə görürük ki, speech sözü gəlib, yəni isim gəlib. Nöqtələrdən sonra isim gəlirsə, özündən sonra isim tələb edən əvəzliklərdən birini seçməliyik. His, onun, my, mənim, her, onun sözləri özündən sonra isim tələb eləyir. Yəni his speech, onun nitqi, my speech, mənim nitqim, her speech, onun nitqi. Bu üç əvəzlik özündən sonra isim tələb eləyir. Mənim, sənin, onun sözləri avtomatik olaraq tələb eləyir ki, ondan sonra da mütləq nəsə olsun. Çünki fikir yarımçıq qoya bilmirik. 4-cü və 5-ci variantda hers, onunki, s-lə bitənlər, ours, bizimki. Onunki və bizimki sözlərindən sonra isim gəlmir. Onlar isimlə işlənmir. Ona görə də düzgün cavab olur 1, 2, 3 A variantı. İkinci testə baxırıq. I can't find my trousers. Where are? Trousers sözündən bilirik ki, şalvar sözü həmişə cəmdə olan isimdir. Yəni burada ikinci tərəfdə də cəm olmalıdır. Ona görə it qoya bilmərik. Mən şalvarlarımı tapa bilmirəm. Onlar haradadır? Where are they? Onlar haradadır? Şalvar sözü həmişə cəm olduğuna görə əvəz eləyəndə də onu itlə yox, they sözü ilə əvəz eləyirik. Your özündən sonra isim tələb eləyir, sənin deməkdir. They'ə demək özündən sonra isim tələb eləyir. Our özündən sonra isim tələb eləyir. Bu variantlara çıxırıq. It isə trousers'ı əvəz edə bilmir. Düzgün cavab olur D variantı. Üçüncü testə baxaq. Üçüncü testdə this letter is for Bill. Can you give it to? Demək, cümlənin sonunda söz önüdən sonraya biz obyekt halı əvəzlikləri qoyuruq. Yəni, obyekt hal hansıdır? Mənə, məni, sənə, səni, onlara, onları, me, you, him, her, it, us, you, them. Yəni, obyekt hal əvəzlikləri qoyuruq biz. Yəni, he, she adlıq halıdır. Bunları cümlənin adətən başına qoyuruq. Söz önüdən sonraya obyekt hal əvəzliyi qoyuruq. A və özündən sonra isim tələb eləyir. Tərcümə ilə baxsaq yenə də this letter is for Bill. Bu məktub Bill üçündür. Sən onu, yəni məktubu ona verə bilərsənmi? Can you give it to him? Billə verə bilərsənmi? Bili biz zemlə, onlarla əvəz edə bilmərik. Bir nəfərdir, kişi cinsidir, himlə əvəz edə bilərik. Və yenə deyirəm, to-dan sonra, to sözündən sonra, ümumiyyətcə sözündən sonraya obyekt hal əvəzliklərini qoyduğum üçün himi götürürük. Dördüncü suala baxırıq. Are these scissors? Demək, bu qayçılar səninkidirmi, onunkudirmi, mənimkidirmi? Bu tipdə söz qoymalıyıq. My'dan sonra isim olmalıydı. Bura my qoysaq, ondan sonra isim yoxdur. Ona görə qoya bilmirik. Our qoysaq bizim deməkdir, özündən sonra isim istəyir, yoxdur. Your qoysaq sənin deməkdir, sənin sözündən sonra isim olmalıydı. They'ə qoysaq onların özündən sonra isim tələb eləyir, yoxdur. Ona görə bura səninki qoyuruq. Yəni, bu qayçılar səninkidirmi? 5-ci testə baxırıq. Are these blue jeans? Yenə də jeans sözüdür. Yenə də bu mavi cins səninkidirmi deyəcəyik. Çünki your sənindir, ondan sonra isim olmalıydı. Our bizimdir, bizim özündən sonra isim tələb edir. My nə, mənim nə özündən sonra isim tələb edir. They'ə özündən sonra isim tələb edir. Düzgün cavab olur B variantı. 6-cı testə baxırıq. He was glad to see friend at the party. Burada isim gəlib nöqtələrdən sonra. Theirs'dən sonra friend gələ bilməz. Onlarınki dost deyə bilmirik. Mine friend, mənimki dost deyə bilmirik. Ours friend, bizimki dost deyə bilmirik. Hers friend, onunki dost deyə bilmirik. His friend, onun kimi də tərcümə edədiyimiz üçün his sözünü onun dostu deyə bilirik. Düzgün cavab olur A variantı. Yəni, nöqtələrdən sonra isim gəlir və özündən sonra isim tələb edən isimlilərdən biri, yəni his əvəzliyidir. 7-yə baxırıq. This exercise is very easy. Do it. Uşaqlar, əmr cümləsidir. Əgər biz cümləyə hərəkət bildirən sözlə başlayırıqsa, məsələn deyirəm, open the door, qapını aç. Close the door,
qapını bağla. Hərəkət bildirən sözlə başlayıramsa, mən əmr edirəm. Əmr edərkən sən sözünə, yaxud da ki, siz sözünə əmr edirəm. Sən bağla, yaxud da ki, siz bağlayın deyirəm. Yəni, do it, elə, onu elə. Onu elə, sən özün deyirəm. Yourself, do it yourself, özün et. Deyir ki, bu tapşırıq çox asandır. Do it yourself, onu özün et. Sən özün et. Yəni, mən əmr eləyirəmsə, do ilə cümləyə başlayıramsa, do da hərəkət bildirən sözdür, etmək deməkdir. Et sözü ilə cümləyə başlayıramsa, sənə əmr edirəm və yaxud da ki, sizə əmr edirəm. Ona görə digər variantları çıxıram. Burada da yourself, sən olduğu üçün sən özün et deyirəm. 8-ə baxırıq. The children painted the fence. Uşaqlar painted, uşaqlar sözünü dediyimizə görə uşaqlar rənglədilər çəpəri, uşaqların özləri. Bu self-lə olanlar özü deməkdir. Məsələn, o özü, onlar özü, sən özün, mən özüm, o özü. Hansı uyğun gəlir? Uşaqlar olduğuna görə uşaqlar özləri rəngləyiblər. Uşaqlar çəpəri özləri rəngləyiblər. Divarı özləri rəngləyiblər. Keçirik 9-cu suala. 9-da he is wearing jeans. O cins geyinib. Do you like? Uşaqlar, cins sözü də trousers sözü kimi cəmdədir və biz onu əvəz eləyərkən it ilə əvəz etmirik. It ilə əvəz etmirik. It olanları çıxırıq. İndi baxırıq. Deyir ki, he is wearing jeans. O cins geyinib. Düzdür? Do you like? Sən onu xoşladın. Onlar xoşladın demirik deyə. Do you like them? Onları xoşladın. Cins sözünü onlara, onları ilə əvəz edirik. Yes, I do. Bəli, xoşladım. They look nice. Onlar yaxşı görünür. 10-cu suala baxırıq. Have a pet. It is a rabbit. Is a rabbit. Nə üçün it gəldi avtomatik? Zeydən sonra biz iz qoymuruq. Ona görə B variantını çıxırıq. Zemdən sonra biz bura zem yaza bilmirik. İz qoymuruq. Çünki zemdən sonra iz gəlmir. Demək, bizdə it's yox. İz artıq burada var. Bunu da çıxırıq. It's qoya bilmirik bura. It is a rabbit deyə bilərik. Ona görə də I have a pet. Mənim ev heyvanım var, evcil heyvanım. It is a rabbit. O dovşandır deyirik. O dovşandır. He have də demirik. He-dən sonra biz has qoyuruq. Ona görə 10-cu testdə cavab olur A variantı. 11-ə baxaq. David invited deməli classmates to birthday party. Birthday party. Uşaqlar, burada demək, baxırıq ki, birthday party var, yəni isim gəlib. Yours birthday party, theirs birthday party biz deyə bilmirik. Yəni ona görə də onları çıxırıq. Her ona onu deməkdir. Ona ad günü partisi demirik. Onun ola bilərdi. Burada da bu kişi cinsidir deyə his ola bilər. He classmates, he ortada gəlmir. Adətən adlı kal cümlənin başında gəlir. Məsələn, bu sözün yerində gəlir he. Ona görə deyirik ki, o dostlarını dəvət elədi. Onun ad günü partisinə, yəni özünün, onun kişi cinsi olduğuna görə his deyirik. 12-yə baxırıq. 12-də this is book. Burada isim gəlib. Me book, mənə kitab demirik. Mine book, mənimki kitab demirik. Theirs'dən sonra da isim gəlməz. Theirs book demirik. I can give it to you. Mən onu sənə verə bilərəm. Kitab təkdədir deyə mən onu əvəz edərkən it ilə əvəz edirəm. Z ilə əvəz edə bilmirəm. Books olsaydı Z-yə deyərdim. Amma daha doğrusu zem deyərdim. Amma ona görə it ilə əvəz edirik. This is my book. I can give it to you. Mən onu sənə verə bilərəm. Kitab sözü təkdədir. Əvəz edərkən də it ilə əvəz etməliyəm. 13-cü testə baxırıq. Why can't you do it? Niyə sən bunu özün edə bilmirsən? Ya sən özün, ya da siz özünüz. Sən deyirəmsə, niyə sən özün etmirsən? You həm sən, həm siz olduğuna görə 2 və 3 götürürük. 2 və 3. You çünki həm səndir, sən özün, həm sizdir, siz özünüz olaraq deyə bilirik. 13-də düzgün cavab olur Y variantı. 14-də baxırıq. Try to pack everything. Try uşaqlar nə deməkdir? Çalış. Cümlənin başına biz hərəkət bildirən sözlə başlayırıq. Yəni, he ilə, she ilə, it ilə başlamırıq. Amma hərəkət bildirən sözlə başlayırıq. Hərəkət bildirən sözlə başlayırıqsa yenə də əmr cümləsidir. İkinci şəxsə əmr edirəm. Try to pack everything yourself.
sən özün çalış yığasan, ya da siz özünüz çalışın ki, yığasınız. Your bura qoymuram, yourdan sonra isim gəlməlidir. Onlar özləri də demirəm, çünki mən əmr edərkən sənə və sizə, birinci şəxsin, daha doğrusu ikinci şəxsin təkinə və cəminə əmr edirəm. 14-də cavab olur C variantı. 15-ə baxırıq. Introduce. Introduce təqdim etmək deməkdir. Yəni, yenə də cümləyə hərəkət bildirən sözlə başlayıram. Yəni, ikinci şəxsə əmr edirəm. Təqdim et sən özünü, yourself, ya da siz özünüzü təqdim edin. Your qoya bilmirəm, ondan sonra isim olmalıdır. Əmr edərkən biz özümüzə əmr etmirik. 2-4 deyirik. 15-də B variantı. 16-ya baxırıq. Took, books gəlib uşaqlar, isim gəlibdir, görürsünüz ki. İsim gəlibsə, özündən sonra isim istəməyən hers var A variantında. Ours var, özündən sonra bizimki kitablar, onunki kitablar deyə bilmirik deyə A və Y variantlarını çıxırıq. Və uşaqlar, Z və zisdən sonra books yox, book gələ bilər. Çünki Z o deməkdir. O sözündən sonra biz book qoya bilərik. Zis də bu deməkdir. Bu sözündən sonra da tək isim gəlir, cəm isim gəlmir. Ona görə B və D-ni də çıxırıq. 16-da cavab olur C variantı. 17-yə baxırıq. 17-ci testdə sistəni görürük ikinci tərəfdə. Hers onunki bacı deyə bilmirik. Ours bizimki bacı deyə bilmirik. Theirs onlarınki bacı deyə bilmirik. Mine mənimki bacı deyə bilmirik. Düzgün cavab olur. His sistə onun bacısı. He bought a nice present for his sister. O gözəl bir hədiyyə aldı onun bacısı üçün. 17-də cavab olur C variantı. 18-ə baxırıq. 18-ci testdə got a new doll for birthday. Ad günü sözü gəlibdir. Hers onunki ad günü deyə bilmirik. Ours bizimki ad günü deyə bilmirik. Hers onunki ad günü deyə bilmirik. Ona görə cümlənin başına da biz his sözünü qoya bilmirik. His onun və onun sözündən sonra isim də yoxdur. Cümləyə biz başlayarkən he ilə başlaya bilərik. His ilə başlamırıq tək başına. Ona görə də I got a new doll for her birthday. Mən yeni bir gənci aldım onun ad günü üçün. 18-də cavab olur Y variantı. 19-a baxırıq. 19-cu testdə always listen attentively to teacher. Teacher sözünü gördük, isimdir. İsim tələb eləməyənlərə avtomatik çıxırıq. Hers teacher onunki müəllim. Ours teacher bizimki müəllim deyə bilmirik. Hers teacher yenə onunki müəllim deyə bilmirik. Söz önüdən sonra biz uşaqlar Z qoymuruq. Z adətən cümlənin başında gəlir. His ilə də cümləyə başlamırıq. Çox vaxt he ilə başlayırıq, she ilə başlayırıq, it ilə, yəni adlıq hal əvəzlikləri ilə başlayırıq. Və ona görə I ilə başlasaq əgər, I always listen attentively to my teacher. Mən həmişə diqqətlə qulaq asıram mənim müəllimə. Burada teacher olduğuna görə mənim gəlibdir. Yəni söz önü olsa da adətən söz önündən sonra obyekt hal qoyuruq, me qoyuruq. Amma bura me qoya bilmərik. Çünki teacher sözü var, müəllim. Mənim müəllimim deməliyəm. Mənə müəllim deyə bilmirəm. Me, mənə, məni deməkdir. 20-ci sual, yəni 19-da da cavab oldu B variantı. 20-ci suala baxırıq. 20-ci sualda school sözünü qeyd edirik. School təkdədir deyə biz təkin qabağına these, bunlar sözünü qoya bilmirik. Ours, bizimki sözünü, bizimki məktəb deyə bilmirik. Mine, mənimki məktəb də deyə bilmirik. Yəni A və Y variantlarını qoyuruq. Əgər that school is old desəm, o məktəb, that o deməkdir, this bu deməkdir. Uşaqlar, burada yenə də tərcüməsiz belə zizi də çıxırıq. Çünki this one deyə bilmirik. This cəmdir, ondan sonra one qoymuruq. This school is mine. Bu məktəb mənimkidir. But that one is quite new. Amma o biri tamamilə yenidir. Tamamilə yenidir. Düzgün cavab 20-də olur. Y variantı. 21-ə baxırıq. Exercises are difficult. But ones are very easy. Exercises sözü cəmdədir. Cəmin qabağına biz this və that qoymuruq. This bu deməkdir. Bu sözündən sonra tək olmalıdır. That o deməkdir. O sözündən sonra da tək olmalıdır. Biz onun qabağına ya A ya Y variantlarını qoya bilərik. C variantında mine, mənimki tapşırıqlar da deyə bilmirik. Ona görə A və Y variantlarının arasında qalırıq. 21-də these exercises are difficult. Bu tapşırıqlar çətindir. Amma o birilər bu ones cəmdir deyə burada this qoya bilmirik. Düzgün cavab olur A variantı. Çünki this də
is-dən sonra tək gəlməlidir. Burada isə once yazılıbdır. 22-yə baxırıq. 22-ci sualda bizdən deyir ki, altından xətt çəkilmiş sözü əvəz edin əvəzliklə. Altından xətt çəkilmiş sözü, soap sözünü və little Tom sözlərini əvəzliklə əvəz etməliyik. Soap sözünü biz nə ilə əvəz edə bilərik? Him şəxsi bildirir, him şəxsi bildirir. Bu birisi zəm cəmdədir. Onlarla əvəz edə bilmirik. Əvəz etsəm soap sözünü it ilə əvəz edə bilərəm. Və ikinci tərəfdə də little Tom, Tom bir nəfərdir. Onlarla əvəz etmirəm deyə A variantı ilə əvəz etmiş oluram. 23-ə baxırıq. 23-də my father-ni, ata sözünü, mənim atamı it ilə, z ilə əvəz etmirəm. Çünki bir nəfərdir. He kişidir, cinsidir. He ilə əvəz edirəm. He buys bread. Çörək də cəmdə deyil deyə it ilə əvəz edə bilirəm. 24-ə baxırıq. 24-cü testdə Bobu Bob bir nəfərdir. Onlar sözü ilə əvəz edə bilmirəm. Cansız da deyil, it ilə də əvəz edə bilmirəm. Ona görə he sözü ilə əvəz edə bilərəm. Və two children, to-dan sonra obyekt hal gəlir deyə z ilə də yox, zem ilə əvəz edə bilirəm. Çünki söz öndən sonra obyekt hal gəlir. To them. Əgər children-ı götürsəydim cümlədən, to them deyərdim. To they deməzdim. 25-ə baxırıq. 25-ci testdə everybody admires for talent. Deməli, istedad sözü gəlib. Hers talent demirik, onunki istedad demirik. Hər kəs heyran olur ona, onun talantına görə, istedadına görə. Hər kəs heyran olur ona, onun istedadına görə. Hansı variantda qoya bilərik? A variantında qoya bilərik. Him ona, hər kəs, his onun istedadına görə. Bu birisləri qoya bilmirik, çünki ona sözü lazımdır bizə. Ona sözü də himdədir. Kişi cinsidir. Onun burada da onun sözü lazımdır. O da his sözü olduğuna görə A variantını qoyuruq. Him ona onu deməkdir. Yəni ona onu talent sözünün qabağına qoya bilmirik biz. 26-ya baxırıq. 26-da do have a department store near house. House sözü var. Ours'dan sonra bizimki, theirs'dən sonra onlarınki, them onlara, onları ev deyə bilmədiyimizə görə çıxırıq ADC-ni. You və your qoymalıyıq. Your'dan sonra əgər bura qoysaq isim olmalıydı. Yoxdur. 26-da düzgün cavab olur B variantı. 27-yə baxırıq. 27-də take the book to Miss Smith. Take the book. Book sözünü biz qadın cinsi ilə əvəz etmirik. Kitabı götür. Onlar sözü ilə də əvəz etmirik. Çünki kitab təkdədir. Təkdə olduğuna görə it ilə əvəz edə bilərik. Kitabı onu götür. Onu sözü də it olduğuna görə və bu da xanımı bildirdiyinə görə ona, to, ona deməliyik də. To-dan sonra bizə ona lazımdır. Yəni bunu götürürük. He lazım deyil. She də bunlar cümlənin başında gəlir. He, she sözündən sonra biz her qoyuruq. Əvəz etsəydik bura her qoyardıq. 27-də olur D variantı. 28-ə baxırıq. 28-də put books, books sözü var. Books, mine books mənimki kitablar deyə bilmərik. Hers books onunki kitablar da deyə bilmərik. Himlə cümləyə başlamırıq biz. I put, we put, they put deyə bilərik. Üzr istəyirəm, bu variantlara çıxmışıq deyə we və z-yə baxaq. We put our books into, our books bizim kitablar deyə bilirik, amma them onlara kitablar deyə bilmirik. Onları kitablar deyə bilmirik. Onların ola bilərdi, amma onlara, onları them sözünü ora qoya bilmirik. 29-a baxırıq və baxırıq pen var. Theirs onlarınki qələm, hers onunki qələm, us bizə qələm deyə bilmirik. Him ilə cümləyə başlamırıq, I ilə başlayırıq, adlı xalavəzi ilə başlayırıq. I took my pen. Mən götürürəm mənim qələmimi. 30-a baxırıq. Road sözü təkdədir uşaqlar. Cəm, those, these olan variantları çıxırıq. That road is dangerous, but yenə də bu tərəfdə təkdir deyə zizi çıxırıq. Düzgün cavab olur 30-da. D variantı. 31-ə baxırıq. 31-də mən looks-la başlamışam. Bura S artırmışamsa, təkcə 3-cü şəxsin təkində S artıra bilirəm. Yəni he, she, it-də. Digər variantları çıxırıq. She looks ya da he looks sad. Bu sözdə təkdədir deyə bunu da çıxırıq. Düzgün cavab olur 31-də B variantı. 32-yə baxırıq. Looks yazıb yenə də you looks deyə bilmirik. She deyə bilərik. A variantındakı kimi. Bir dəqiqə ümumi belə götürək. Bir saniyə. Təkrar baxırıq.
Deməli 32-də looks olduğuna görə, S olduğuna görə bura she qoya bilərik. He qoya bilərik. Yəni Z və V və U-dan sonra look olardı. Looks olmazdı. We look, you look, they look. Amma he, she'də looks olur. Dress də təkdədir deyə A variantı düzgün cavabdır. These deyə bilmirik. Ona görə də 32-də olur A variantı. 33-ə baxırıq. Tom is showing. Burada bir dənə qoymalıyıq. Burada yenə new shoes. New shoes yeni ayaqqabı. There's new shoes. Onlarınki yeni ayaqqabı. Hers new shoes. Onunki yeni ayaqqabılar deyə bilmirik. Tom göstərir mənə. Mənim sözünü bura qoysaq, mənim sözündən sonra isim yoxdur. Qoya bilmirik. His-i də qoya bilmirik. İsim yoxdur. Mənə göstərir özünün, yəni onun ayaqqabısını. 33-də olur D variantı. Tom mənə göstərir. Tomun, yəni his new shoes, onun ayaqqabısını mənə göstərir. 34-də baxırıq. 34-də is olduğuna görə bilirik ki, bura those qoya bilmərik. Təkdir. Is your school bus and bus O və Z. O və Z-dirsə uşaqlar uzağı bildirir. Əgər O və H-yə yazırsa yaxını bildirir. O və Z-yə yazırsa uzağı bildirir. Uzağı bildirənlərlə biz Z və those işlədirik. Z və those, yəni C variantını da çıxdıq. This yaxını bildirənlərlə işlənir. Uzağı bildirənlərlə Z və those işlədirik. İndi baxaq. Deyir ki, is your bus school, bu ya da o sənin məktəb school bus, üzr istəyirəm, sənin məktəb avtobusundur və o məktəb odur oradakı o avtobus. O avtobus uşaqlar burada da bus təkdədir deyə Z olacaq. Y variantı those qoya bilməyəcəyik. Çünki bus təkdədir, those'dan sonra cəm gəlir. 35-ə baxırıq. 35-də 34-də Y variantı, 35-ə baxırıq. 35-də görək nə qoymalıyıq. Are gəlibdir, cəm xəbər. Everybody, nobody, everyone törəmədir. Everybody, everyone, nobody. Törəmələrdən sonra are yox, is olur. Biz də cümlənin başına adlı xal qoyuruq. They are pupils deyərik. They sözünü qoya bilmirik. Cümlənin başına biz adlı xal əvəzliyi ilə başlayırıq. 35-də olur Y variantı. 36-ya baxırıq. 36-da we don't like to speak much about. We don't like. Biz xoşlamırıq danışaq özümüz haqqında. Özümüz haqqında danışmağı xoşlamırıq. Ourselves. 37-yə baxırıq. Are these keys? Burada isim var. İsimsizləri çıxaq. Mine, mənimki açarlar, onlarınki açarlar, onunki açarlar deyə bilmirik. Ona görə 2-5 C variantı 37-də. 38-ə baxırıq. 38-də tell about plans. Tell us. Bizə denən sənin planlar. Uşaqlar, plan sözü var. Plan sözünə hers, onunki plan, səninki plan, bizə plan deyə bilmirik deyə bu variantları çıxırıq. Tell him or tell us. Ona denən yaxud bizə denən sənin planlarını, sənin isim tələb eləyən yoğurdu. She, o plan demirik biz. İsim tələb eləyən yoğurdu. Yoğurdan sonra isim gələr. Gəlibdir. Plans sözü gəlibdir. 38-də cavab olur. Y variantı. 39-a baxırıq. 39-da isə gloves gəlib. Yəni isim gəlib. Yours, gloves, səninki əlcəklər deyə bilmirik. Ona görə də həmin variantları çıxırıq. A və nə əgər gətirib bura qoysaq isim lazımdır. Yoxdur isim. Qoya bilmirik. Z yəni yenə bura qoysaq isim lazımdır. Qoya bilmirik. 39-da olur D variantı. 40-a baxırıq. 40-cı testdə drawings var, isim var. İsim tələb etməyənləri hers, drawings, theirs, drawing çıxırıq. Yəni onlarınki, onunki şəkillər deyə bilmirik, deyə atırıq cümlədən. Bura isim tələb eləyənləri qoyuruq. Hər üç variantda hisdir. İkinci tərəfə baxırıq. İkinci tərəfdə də isim yoxdur. Yəni my, mənim ora qoysam mənim sözünü, mənim sözündən sonra isim yoxdur. Mən bura mənim qoya bilmirəm. Mənim nə? Yarımçıq qalar fikir. A və nə qoysam bizim nə? Yoxdur artıq heç nə. Ona görə yarımçıq qalır fikir. Düzgün cavab 40-da olur B variantı. 41-ə baxırıq. 41-də computer gəlib. Computer təkdədir və isimdir. Cəmlə işlənən those, onlar və these, bunlar sözünü çıxırıq. Biz bura ya o computer ya da bu computer qoya bilərik. Və ikinci tərəfə də baxırıq. A və-ni bura qoya bilmərik. Bayaq dediyimiz kimi isim yoxdur. Ora A və qoymaq olmaz. Her, ona, onu qoya bilmirik. Deyir ki, bu kompüter mənimkidir. Düzgün cavab olur B variantı.
42-yə baxırıq. 42-ci testdə books gəlibdir, cəmdədir. Tək olanları çıxırıq. Zisdən, zətdən sonra tək olur. Bura ziz ya da zoz qoya bilərik. Və mayı da bura qoya bilmirik. Çünki mayı bura qoymaq üçün isim gəlməliydi. Yoxdur belə bir isim. Mayla cümləni bitirmirik. Düzgün cavab olur 42-də C variantı. 43-ə baxırıq. 43-cü testdə müraciət var, xitab var. Deyək ki, Mary, do you let us play with toys? Toys isimdir. Hers onunkilər, onunki oyuncaqlar, səninki oyuncaqlar, mənimki oyuncaqlar, bizimki oyuncaqlar deyə bilmirik. 43-də olur Y variantı. 44-də baxırıq. Do you help your brother in work? İş sözü gəlib. Onlarınki iş, səninki iş, onunki iş, bizimki iş deyə bilmirik. His work, onun işi deyə bilirik. 44-də Y variantı. 45-ə baxırıq. 45-də isə demək, 45-də isə can you give your address? Deyir ki, sən verə bilərsənmi sənin adresini mənə ya da bizə qoymalıyıq? Verə bilərsənmi adresini? Yəni as deyə bilərəm, mi deyə bilərəm. Verə bilərsənmi? I want to come to. Uşaqlar, burada place isimdir. Hers place, ours place, yours place, theirs place deyə bilmirik. Düzgün cavab olur. Y variantı your place. 46-da can you help? I need help. Demək, burada help sözü var, kömək sözü. Mənim ehtiyacım var köməyinə sənin. Bir dənə D variantında var belə bir şey. Hers onunki kömək, səninki kömək, onunki kömək, onlarınki kömək deyə bilmirik. Sənin köməyinə ehtiyacım var. Can you help me? Sən mənə kömək edə bilərsənmi? I need your help. Mənim sənin köməyinə ehtiyacım var. D variantı. 47-yə baxırıq. 47-ci testdə will have vegetable soup for dinner. Dinner sözü var uşaqlar. Theirs dinner olmur. İsim gəlmir theirs'dan sonra. Ours'dan sonra, yours'dan sonra və hers'dan sonra isim gəlmir. 47-də düzgün cavab B variantı. 48-ə baxırıq. Friends sözü var. Friends sözü theirs, onlarınki dostlar, səninki dostlar, bizimki dostlar, onunki dostlar deyə bilmirik. Bu theirs, yours, hers bunlardan sonra isim gəlmir. Düzgün cavab olur 48-də A variantı. 49-a baxırıq. John has made it. John düzəldibdi onu. John'un özü. Yəni bu oğlan olduğuna görə himself'dir. What a nice toy. Nə gözəl oyuncaqdır. John onu özü düzəldib. John'un özü 49-da C variantı himself götürürük. 50-yə baxırıq. Jane deyir burada da uşaqlar. Jane də qız olduğuna görə Jane'in özü herself. Kişilər üçün himself olur, qadınlar üçün herself olur. 50-də olur cavab D variantı. 51-ə baxırıq. Asks, S qəbul edib, yəni Z-dən sonra və V-dən sonra olmaz. Yəni she və yaxud da ki he istifadə edə bilərik. Project sözü də təkdədir deyə Z deyə bilərik. 51-də cavab olur B variantı. 52-yə baxırıq. Ask. Burada əmr cümləsidir. Uşaqlar deyir ki, she needs help. Bu tərəfə baxsaq isim gəlib. Onunki kömək, mənimki kömək, onunki kömək, bizimki kömək deyə bilmirik. Cavab olur ona görə D variantı 52-də. 53-ə baxırıq. Ask to come to us please. We need. Yenə də help isim gəlib. Bizimki kömək, onlarınki kömək, onunki kömək, mənə kömək deyə bilmirik. 53-də cavab olur A variantı. 54-cü testdə isə 54-cü testə baxaq. We have bought a flat too, but is more comfortable than. Uşaqlar, ikinci tərəfə biz may qoya bilmərik. Mayı bura qoysaq, ondan sonra isim gəlməliydi, gəlməyib. Your qoya bilmirik. Eyni qaydada yoru bura qoysaq isim gəlməliydi. Sənin, sonra sənin sözündən sonra nə? İsim gəlməliydi, gəlməyib. A və-ni qoysaq yenə isim gəlməliydi, gəlməyib. A, B, C variantlarını 54-də çıxdıq. Digər variantlar yuxarıdadır. Yuxarıya baxırıq. Yenə mayı qoya bilmirik. İsim gəlməliydi. 54-də cavab olur D variantı. 55-ci suala baxaq. 55-ci sualda he wrote a dictation too, but was easier than. Deməli,
My sözünü qoya bilərikmi? Axıra qoya bilmirik. İsim gəlməlidir. Our sözünü qoya bilərikmi? Qoymuruq. Yoru qoya bilmirik. Sənin deməkdir. Our bizimdir. Z onlarındır. Mənim, sənin, bizim. Onların sözlərini qoya bilmirik. Çünki onları biz ismin önünə qoyuruq. Burada da isim yoxdur. Ona görə 55-də cavab olur D variantı. 56-ya baxırıq. 56-da deyir ki, her gloves sözünü əvəz edin. Yəni onun əlcəkləri sözünü əvəz edin. Yəni biz bunu əvəz edəndə nə edirik? It ilə əvəz edə bilmirik. Çünki əlcəklər deyir. Bu her qadın cinsidir. Bizə lazımdır ya zem ya da zeyə. Zem qoysaq söz önüdən sonraya da biz obyekt əvəzliyi qoyuruq deyə 56-da olur B variantı. Obyekt əvəzlikləri me, you, him, her, it, us, you, zemdir. Yəni zemi bura qoya bilərik. Zeyəni isə qoya bilmirik. Obyekt əvəzliyi deyil. Sözündən sonraya biz obyekt əvəzliyi qoyuruq. Çox zaman cümləyə də baxmalıyıq. 57-də baxırıq. Her books cəmdədir. Cəmdə olarsa biz ora it qoya bilmərik. Qadın cinsində qoya bilmərik. Kişi cinsi də bizə lazımdır. Yenə də she put deyir ki, o qoyur onları, her books kitabları, yəni onları. Zeyə sözünü qoya bilmərik, isim tələb eləyir. Ona görə cavab olur 57-də B variantı. 58-ə baxırıq. Foto sözünün qabağına onunki şəkil, onlarınki şəkil, onunki şəkil, səninki şəkil qoya bilmirik. 58-də cavab olur Y variantı. 59-a baxırıq. Phone number, telefon nömrəsi. Onunki telefon nömrəsi, səninki telefon nömrəsi deyə bilmirik. O verir mənə onun telefon nömrəsini və mən ona verirəm mənimkini. Yəni yoru qoya bilmirəm. Çünki yoru bura qoysam sənin sözünü, bu sənin sözündən sonra isim gəlməlidir. O da gəlməyib. 59-da cavab olur C variantı. 60-a baxırıq. 60-da deyir ki, cousin sözü gəlib. Cousin sözünə mənə kuzenlər, bizə kuzenlər deyə bilmirik. 1-4 Y variantı. 61-də nephew sözü gəlibdir uşaqlar, yəni isim gəlibdir. İsim gəlibdirsə mənimki və bizimki deyə bilmirik. 1 və 4 isim tələb eləyənlər C variantı. 62-yə baxırıq. In the evenings got together with new friends. Friends sözünün mənimki dostlar, bizimki dostlar, onlarınki və onunki dostlar demək olmur. Çünki hers, theirs, ours, mine özündən sonra isim istəmir. Burada isə isim gəlib. Düzgün cavab 62-də B variantı. 63-ə baxırıq. Yenə də new friends. Ours'dan sonra friends gəlməz, theirs'dan sonra gəlməz, hers'dan sonra gəlməz, mine'dan sonra gəlməz. 63-də cavab olur C variantı. 64-də baxırıq. Was doing lessons. Lessons sözünün isimdir. Hers'dan sonra lessons gəlməz. Onunki dərslər deyə bilmirik. Digərlərindən sonra gələ bilər. Was gəlibdir. Uşaqlar was demək I was doing my lessons deyə bilərik. Yəni we were olardı, qoya bilmirik. Ona görə də you were olardı, qoya bilmirik. Cavab olur 64-də D variantı. 65-ə baxaq. Was doing job. Yenə də was gəlibdir. We were, you were olur. Job mənimki iş, onunki iş demək olmur. Mine job, hers job, mənimki iş, onunki iş olmur. My job olur, mənim işim. I was doing my job, mən mənim işimi görürdüm. 65-də cavab olur Y variantı. 66-ya baxırıq. The height of the building attracted attention. Attention isimdir. Mənimki diqqət, onlarınki diqqət, onunki diqqət, bizimki diqqət demək olmur. Hers onunki, ours bizimki, theirs onlarınki, mine mənimki. Cavab olur C variantı. Our attention, bizim diqqət. The height of building attracted our attention. Binanın hündürlüyü bizim diqqətimizi cəlb etdi. 67-yə baxırıq. The beauty of the flowers attracted. Yenə də attention sözüdür. Bildiyimiz kimi bu sözlərdən sonra isim gəlmir. Ona görə 67-də də olur Y variantı. 68-ə baxırıq. 68-də brother sözü gəlib, isim gəlib. Mine'dan, theirs'dan, ours'dan sonra isim gəlmir. Onu Nick always shares his toys. Nick həmişə paylaşır oyuncaqlarını. Kişi cinsidir. Onun balaca qardaşı ilə 68-də Y variantı. 69-a baxırıq. 69-da you should dry yourself or yourselves. You səndirsə yourself deyirik. Yourselves də deyə bilərik. Siz kimi götürsək yourselves deyirik. Yəni sən gərək qurulayasan özünü.
ya da siz qurulayasınız gərək özünüzü çiməndən sonra. 76-ya baxırıq. Daha doğrusu 70'e baxırıq. 70'də you should do the translation. Sən gərək özün edəsən. Sizdirsə özünüz edəsiniz. 3, 4. You ilə başlamışıq. Sən gərək tərcüməni özün edəsən. Yourself. Ya da siz gərək tərcüməni özünüz edəsiniz. Yourselves. 70'də cavab olur. B variantı. 71'e baxırıq. You can do it yourself. Sən bunu özün edə bilərsən. Ya da siz özünüz edə bilərsiniz. 1, 2, Y variantı 71'də. 72'ye baxırıq. Clean, təmizlə. Hərəkət bildirən sözlə başlayırıq. Sən özün təmizlə. Siz özünüz təmizləyin. 1, 3, 72'də cavab olur C variantı. 73'e baxırıq. Each guest has his name written in place. İsim gəlib uşaqlar. Yours'dan, hers'dən sonra isim gəlmir. Səninki, onunki sözlərindən sonra isim gəlmir. Və deyir ki, hər qonaq had his name. Hər qonağın adı var idi. Onun yerində hər bir qonağın adı var idi. His place at the party. His name olduğuna görə də biz burada his place götürürük. 73'də olur A variantı. 74'də baxaq. 74'də deyir ki, each guest had an invitation card in hand at the party. Yours'dan, hers'dən sonra hand gəlməz və hər qonağın onun əlində, hər bir qonağın əlində, onun əlində at the party dəvət kartı var idi. 75'e baxırıq. 75'də deyir ki, note sözünün qabağına hansı yaza bilərik? Yours və hers, mine'dan sonra note gəlməz, isim gəlməz. Ona görə my qoya bilərik. I found my notes, his notes. Digərində isə isimsiz qoymalıyıq. Burada da kişi cinsi olduğuna görə demək cavab olur C variantı. Find his, onunkunu tapa bilmədi. 76'ya baxırıq. 76'da books gəlib. Mine'dan sonra, hers'dən sonra books gələ bilməz. Çünki onlar isimsizdilər. Və Jane didn't take, Jane götürmədi özününkünü. I took my books from the table. Mən mənim kitablarımı götürdüm. Z'dən sonra isim olmalıydı. Yoxdur. Burada qalırıq Y və C variantlarının arasında. Mən götürmədim. Jane isə mən götürdüm mənim kitablarımı. Amma Jane onunkünü götürmədi. Özününkünü. Hers qadın cinsidir. Jane özününkünü götürmədi. C variantı. 77'ye baxırıq. Ben is working. Garden gəlib, isim gəlib. Hers'dən sonra onunki bax demək olmaz. Yəni isim tələb edən lazımdır. İsim tələb edən isə ben deyir işləyir onun bağında və bir də deyə bilərik ki, ben işləyir onların bağında. Yəni A variantı. Onun bağında, onların bağında. Ona bağ da deyə bilmirik. Cavab olur 77'də 3, 4 A variantı. 78'e baxsaq, 78'də garden gəlib, yenə isim gəlib. Mine'dan sonra, zemdən sonra yox. 3, 4, yəni her və Z'yə qadın demək olar. Her qadın, onun bağı, Z'yə qadın, onların bağı demək olar. 79'a baxırıq. 79'da mine, mənimki ingilis dərs, hers demək olmur. Bunlardan sonra lesson gəlməz. 3, 4, B variantı 79'da. 80'ə baxırıq. 80'də music lesson gəlib. Hers'dən və Zers'dən sonra music lesson gəlməz. 3, 4, 80'də B variantı. 81'ə baxsaq. 81'də uşaqlar childhood, uşaqlıq, hers childhood onunki, onlarınki uşaqlıq deyə bilmirik. Yourdan sonra isim gəlməliydi. About gəlib, yoxdur isim. Granny told me, Granny told us. Nənə mənə dedi, yaxud da ki bizə dedi. Onun nənə deyiriksə her childhood, onun uşaqlığı haqqında bizə deyibdi. 82'ye baxırıq. 82'də put gəlib. Uşaqlar attend and camp life began. Camp sözü gəlib. Camp sözü. Ours camp, them camp, hers camp deyə bilmirik. Demək, nə deyə bilərik? Cümləyə də himlə yox, Z ilə başlayarıq. They put a tent and their camp life began. Onlar çadır qurdular və onların çadır həyatı başladı. 82'də cavab oldu
C variantı. 83'ə baxsaq, this is my opinion. Bu mənim fikrimdir. Və səninki nədir desək? This is my opinion. Səninki sözü bir dənə Y variantındadır. Digərləri isim tələb edir. My, mənim, your, sənin, our, bizim, Z onların sözlərindən sonra isim gəlməlidir və gəlməyib. Ona görə your, səninki sözünü qoyuruq. 83-də cavab olur Y variantı. 84-də baxırıq. This is my bag. Where is yours? Bu mənim çantamdır. Səninki hardadır? My-dan, Z-dən, your-dan, our-dan sonra isim gəlməliydi, gəlməyib. 85-ə baxırıq. His room is more comfortable than. Bura uşaqlar isimsizdir. Your, my, Z-yə qoya bilmirik, her qoya bilmirik. Cavab olur ours, bizimkindən. 86-ya baxırıq. 86-da demək, I haven't read the book, but my friend says is very interesting. Amma mənim dostum deyir ki, o çox maraqlıdır. Is burada var deyə it's olanları çıxırıq. Is var artıq. It is ola bilər. Ona görə cavab olur 86-da C variantı. Necə oldu? Uşaqlar, bura is var artıq. Yəni it apostrof s üstə gəl, bir dənə də is qoymuruq. Yəni ona görə də A-nı və D-ni çıxdıq. Eləcə də B və Y-də it's yazılıbdır. It's is belə bir şey də qoymuruq biz. Cavab olur C variantı 86-da. 87-yə baxırıq. 87-də we like the house, but we don't like the place where is located. Yenə deyirəm, it is located ola bilər. It is located. We like the house itself. Biz evin özünü, adətən uşaqlar burada we-yə görə ourselves götürür. Amma burada deyir ki, biz xoşladıq the house itself. Evin özünü xoşladıq. Ona görə itself olur. Ev sözünə görə itself olur. We like the house ourselves olmur. We like the house itself. Biz evin özünü xoşladıq. But we don't like. Amma biz xoşlamadıq. The place. Hardakı o yerləşir. Həmin yeri xoşlamadıq. 88-ə baxırıq. 88-də əvəz etməliyik. Water sayılmayan isimdir. Biz onu Z-lərlə, Z-lərlə əvəz edə bilmərik. Glasses var. Into the glasses, stakanına deyirik deyə Y variantı olur 88-də. 89-a və 90-a baxırıq. 89-da the cat hurt when played with the balls. Deməli, deyir ki, pişik incitdi özünü. Itself. Nə vaxt ki, o oynayırdı toplar ilə. O oynayırdı. It played with the balls. 90-da isə the monkey saw. Meymun gördü özünü güzgüdə. O içəri daxil olanda. O sözü itdi. O içəri daxil olanda 90-da da olur D variantı. 91-ə baxırıq. Tourists liked both the country. Deyir ki, turistlər bəyəndilər həm ölkəni, both, həm ölkəni və həm də onun təbiətini. Həm ölkənin özünü, the country itself. Bax, turistlərə görə themselves götürmürük. Country'yə görə itself götürürük. Turistlər xoşladı ölkənin, the country itself, ölkənin özünü və onun təbiətini. Təbii ki, ölkə sözü təkdir deyə its götürürük, təki götürürük yəni. Ona görə cavab olur 91-də D. 92-yə baxsaq, 92-də my friends, onlar sözüdür, Z ilə əvəz edə bilərik. Futbolda təkdir, cansızdır, it ilə əvəz edə bilərik. 92-də C variantı. 93-ə baxırıq. 93-də isə do have demək, uşaqlar, your bura qoymaq olmaz. İsim tələb eləyəndir. Bu tərəfdə də bag var. Theirs bag, ours bag, them bag deyə bilmirik. 93-də cavab olur C variantı. 94-də baxırıq new computer. Computer sözünün qabağına onlarınki sözlərini qoymuruq. Peter showed. My sözündən sonra isim gəlməliydi. Yoxdur. Peter showed me. Peter mənə göstərdi onun kompüterini. 94-də cavab olur D variantı. 95-ə baxırıq. 95-də is our house. Uşaqlar, izdən bilirik ki, təkdir. Yəni, cəm olanları çıxırıq. Those, onlar, these, bunlar sözünü çıxırıq. Bu tərəfdə də house təkdədir. Təkdədirsə yenə those və these qoya bilmirik qabağına. Cavab olur 95-də D variantı. 96-ya baxırıq.
Tom and Barbara are in the schoolyard. Uşaqlar, bu tərəfdə are var, cəm xəbər var. Everybody'dan, everyone'dan, nobody'dən sonra is gələ bilər. Are gələ bilməz. Və bizə də mübtəda lazımdır. Adlıq hal cümləyə biz adlıq halından başlayırıq. They sözü ilə başlayırıq. They sözü ilə cümlə başlamırıq. 97-yə baxırıq. 97-də isə books gəlib. Mine, ours books, theirs books demək olmaz. Mənimki kitablar, bizimki kitablar, onlarınki kitablar. Ona görə cavab olur 2-5. Onun kitabı və sənin kitabın. Üzr istəyirəm, 2-5 A variantı. 97-də cavab olur A variantı. 98. 98-də tell cümləyə hərəkət bildirən sözlə başlayıramsa əmr eləyirəm. De, mənə, de, bizə deyə bilərəm. About life isim gəlib. Yours life demək olmur. Hers life demək olmur. She life da demirik. Your life deyə bilərik. Tell us about your life. Bizə de sənin həyatın haqqında. Bizə de. Cavab olur A variantı. 99-a baxırıq. Handwriting. İsim gəlib də. Theirs, mine, handwriting, theirs, handwriting demək olmur. Onlarınki əl yazı, mənimki əl yazı demək olmur. Ona görə də A, C və D variantında 99-da çıxdıq. İkinci tərəfə də uşaqlar isimsiz lazımdır. Z-yə isim tələb edir. Cavab olur 99-da Y variantı. 100-ə baxırıq. Room gəlib, isim gəlib. Mine-dan sonra room olmaz. Theirs-dən sonra isim gələ bilməz. Mine və theirs, mənimki, onlarınki otaq demək olmur. My room deyə bilərik. Mənim otağım. Our room deyə bilərik. İkinci tərəf isimsizdir. Orada Z-yə qoya bilmirik. 100-də də cavab olur A variantı. 101-ə baxsaq, you mustn't blame. Sən günahlandırmamalısan. I am not guilty. Mən günahkar deyiləm. Sən günahlandırmamalısan kimi? Sən you mustn't blame me. Sən məni günahlandırmamalısan. Çünki mən günahkar deyiləm. Mənə, məni, me olur 101-də. A powerful poem 102-də a powerful poem and proclaims xəbərdir. Deyir ki, bu güclü bir poemdir. It is olanları saxlayırıq. It is a powerful poem and it proclaims. Cavab olur 102-də B variantı. It is a powerful poem. Bu güclü bir poemadır. Birincidə olur it is. İkincidə də o bəyan edir. Proclaims göstərir. Proclaims. O göstərir. It olur. Cavab olur B. 103'ə baxırıq. 103'də emergency teams. Theirs'dən sonra isim gəlməz. Yəni teams sözü gəlməz. Deyir ki, bu təcili yardım komandası consist of volunteers. Könüllülərdən ibarətdir. Kim ki, özləri də daşqının qurbanlarıdır. Onlar özləri 103'də olur. B variantı. 104'də monkeys are famous for eagerness to approach people and playfully interact with. Uşaqlar, Z-dən sonra isim gəlməliydi. Biz bunu qoya bilmərik. Eagerness demək, burada da deyir ki, monkeys are famous. Meymunlar məşhurdular. Nə ilə? Onların Z-yə eagerness to approach people həvəskarlığı ilə. Onların həvəskarlığı ilə, mənim yox. Onların, meymunlar olduğuna görə it isə deyə bilmərik. Z-yə eagerness to approach people and playful interact with them. İnsanlar ilə with them. Them onlara, onları. 104'də A olur. 105'ə baxırıq. Doctor sözünə baxırıq. Cəmdədir. Cəm olanın qabağına those və these qoymaq olar. Advice isə təkdədir. Ona görə düzgün cavab olur D variantı. 106'ya baxırıq. 106'da niece qadın cinsidir və isimdir. Hers-dən sonra gələ bilməz. Birinci deyir ki, my niece wants, mənim bacı qardaş qızı deməkdir. Qızım istəyir ki, dəyişikliklər eləsin. Onun həyatında. Buradakı his kişi cinsidir. Hers onunki həyat demək olmur. Z-yə onların deməkdir. 106'da cavab olur D variantı. 107'yə baxırıq. Where did you buy jeans? Jeans cəmdə olduğu üçün təkləri çıxırıq və onu əvəz edərkən də tək ilə əvəz edirik deyə. Üzr istəyirəm, təklə əvəz etmirik. Cəm ilə əvəz edirik deyə.
pay for və söz önüdən sonra da obyekt halı gəldiyinə görə Z-yi çıxırıq. Adlıq hal gəlməz. 107-də cavab olur C variantı. 108-ə baxırıq. How much time did you spend to get information? Information sayılmayan isimdir və those qoymuruq, these qoymuruq qabağına və onu əvəz edərkən də sayılmayan isimdir deyə cəmlə əvəz edə bilmərik. Ona görə 108-də də cavab olur A variantı. 109-a baxırıq. Boys deyir, oğlanlara müraciət edir. Ona görə də oğlanlar siz və siz özünüz deyəcəyik. Cavab olacaq A variantı. Təbii ki, oğlanlar cəmdə olduğu üçün B variantını qoya bilmirik. Çünki sən deməkdir. Yourself, sən özün deməkdir. Bizdə isə boys, siz özünüz deməkdir. 110-a baxırıq. It is not your fault. Bu sənin səhvin deyil. Sən özünü, you don't have to blame, ya da siz özünüzü günahlandırmamalısınız. Sən özünü günahlandırmamalısın ya da siz özünü günahlandırmamalısınız. A variantındadır. Bu sizin səhviniz deyil. Siz özünüzü günahlandırmamalısınız. Z yazıb himself demirik. You yazıb themself. We yazıb yourself. We yazıb themselves demirik. 111-ə baxırıq. 111-də baxırıq ki, ofdan sonra isimsizdir, wasdan sonra isimsizdir. Hər iki tərəfin isimsiz olduğu cavab isə his və yoursdur. Yourdan sonra isim olmalıdır. Z'dən sonra isim olmalıdır. Yaza bilmirik. Hisdir, isim istəyir özündən sonra her'dir. Bunlar isimlidir deyə düzgün cavab oldu B variantı. 112-yə baxırıq. Yenə də hər iki tərəfə isimsiz olan D variantındadır. Hər iki tərəf müstəqil yərik haldır. Yəni isimsizdir. My'dır, isim istəyir. Her'dir, isim istəyir. Hisdir, her'dir, isim istəyirlər. Düzgün cavab 12-də D variantı. 13-ə baxırıq. Gentleman sözü təkdədir. Relatives cəmdədir. Yəni relatives sözünə biz he demirik və those gentleman da demirik. Yəni baxırıq digərlərinə. Relativesə he demirik. Cavab olur 1, 2, 5 D variantı. 114-ə baxırıq. Qadın sözü, qadınlar sözü cəmdədir və application təkdədir. Yəni application əvəz edərkən Z demirik deyə 1, 2, 5 A variantı. 116-ya baxırıq. Birinci sözümüz cəmdə, ikinci sözümüzün təkdə olduğu hal A variantı. 116-da birinci sözümüz yenə cəmdə, ikinci sözümüzün təkdə olduğu. Cəm ismin qabağına qoyarıq those və zizi. Digəri təkdə olduğu üçün Z ilə əvəz etmirik, it ilə əvəz edə bilərik. It is a nice poem. Bu gözəl bir poemadır. It is olan variantlar. It is, it apostrof s-i biz it is kimi oxuya bilirik. It is a nice poem. Onun sözü isə it's, onun müəllifi deyir burada. Burada artıq is var, yəni onun sözü lazımdır. Onun sözü də C variantındadır. 18-ə baxaq. Jane'in qardaşı. Təbii ki, Jane'ə görə she qoymuruq. Jane'in qardaşı kişidir deyə ona she ya da Z deyə bilməliyik. Z onlardır. He deyə bilərik. İkinci tərəfə də mənə və mənim qardaşıma A-nı bura qoya bilmirik. Çünki A-nı bura qoysaq isim lazımdır. Ona görə obyekt hal qoyuruq. B variantı. 119-da this letter-ni biz it ilə əvəz edirik. Cansızdır çünki. Them, they, hers ilə əvəz etmirik. Burada da qadındır deyə və obyekt hal lazımdır sözündən sonraya her qoyuruq. Bu məktubu zəhmət olmasa göndər ona qoymalıyıq. Ona, onunki demirik. Göndər onunki yox, göndər ona. 120-də hər iki tərəfdə isim var. Hər iki tərəfdə isim olan mine'dan sonra isim gəlmir. Hers'dən sonra isim gəlmir. Mine'dan sonra isim gəlmir. These cəmdir. Bizə tək lazımdır. Parrot çünki təkdədir. C variantı. 121 elde braze var. Bir də don't work var. Don't work var deyə she don't work deyə bilmərik. Doesn't work olardı. He doesn't work olardı. Yours elde braze, theirs elde braze də deyə bilmirik. Yours və theirs'dən sonra isim gəlmir. Ona görə D variantı. Qadın sözü burada təkdədir. Cəmləri çıxırıq. Oğlanlar sözü cəmdədir. He qoya bilmərik. Qadının oğlanlar sözünü biz Z ilə əvəz edirik. 22-də olur. Y variantı. 23-ə baxırıq. 23-də aktyorlar cəmdədir. Ona görə those və these qoya bilərik. Popularity isə təkdədir deyə D variantı.
Look at mən. Mən sözü təkdədir deyə D variantını çıxırıq deyə bilmərik cəm onun qarşısında. İkinci tərəfdə də isimli lazımdır. Mine'dan və your'dan sonra isim gəlmir. O və Z-yə deyir. O və Z-yə olanda biz Z yazırıq. Amma hiyə olanda biz this yazırıq. Ona görə A variantı. Birds cəmdədir deyə A variantını, D variantını çıxırıq. Nest cəmdədir və isimdir. Theirs'dan sonra isim gəlmir və them-dən sonra da isim gəlmir. Cavab olur C variantı. 26-ya baxırıq. Kate asked me if she could use. Burada isim var və burada da doesn't work var. İsim var, ismin qabağına mine yazmırıq. Deyir ki, burada ismin qabağına mine yazmırıq. Deyir ki, onunki işləməyəndən bəri bizə lazımdır onunki sözü. B variantı. O mənim kalkulyatoruma istədi. Onunki işləməyəndən bəri onunki sözü lazımdır deyə hers qoyuruq. 127-yə baxırıq. Faze sözü hours-dən sonra faze gəlməz. Mine'dan sonra braze gəlməz. Them-dən sonra braze gəlməz. Nows var burada. His qoysaq əgər onun atası öyrətdi onun qardaşına. Kişidirsə biz onu his, onun qardaşı deyəndə his deməliyik. Her deyə bilmərik. Qadın başda kişi deyib sonra qadın deyə bilmərik axı. Burada isə deyir ki, her deyir. Her qadın cinsidir. Onun atası öyrətdi onun qardaşına bildiyi, atanın bildiyi hər şeyi. He knows. Nəyi bilirsə hər şeyi öyrədibdir. 128-ə baxırıq. May talk of beautiful things but beauty. Beauty-ni biz əvəz etsək, beauty gözəlliyə themselves demirik, kişi cinsi deyil. Itself-dir gözəllik, ona görə B variantı. 129-da I think you will plant the trees. Məncə siz əkəcəksiniz ağaçları özünüz, sən özün əkəcəksən. 1, 4. Dear students deyir, əziz şagirdlər, niyə siz istəmirsiniz ki, professor danışsın sizinlə özü, qadındırsa yenə o özü, herself, himself. 2, 4. Qadın və kişi cinsi olmasından asılı olaraq 2 də ola bilər, 4 də ola bilər.